Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının axırıncı Qədr gecəsi 23-cü gecədir. Bu gecə digər iki Qədr gecəyə nisbətdə daha üstün və fəzilətli gecə hesab olunur. Axırıncı Qədr gecəsidir və bu gecənin o iki Qədr gecəsində üstünlüyü barəsində Peyğəmbərdən və Əhl-i Beytindən sifarişlərimiz var. Hətta bir ağsaqqal qoca kişi Peyğəmbərə yaxınlaşıb ona uzaqda yaşadığını görə, Mədinə şəhərinə tez-tez gələ bilmədiyinə görə bir gecənin ona tövsiyə etmədiyini istəyir ki, həmin gecə gəlsin, Mədinədə namaz qılıb, ibadətlə keçirsin soruşanda Peyğəmbər onun qulağına bir söz deyir. Gedəndən sonra o kişini görürlər. Həmin kişi il boyu bir gün, o da Ramazan ayının 23-cü gecəsi ailəsini, xidmətçilərini belə götürür, gəlir Mədinə şəhərinə, namaz qılır, ibadətlə keçirdir, səhərə qədər oyaq qalır və sübh açılanda çıxıb gedir. Bundan başa düşürlər ki, Peyğəmbərimiz o kişiyə ən üstün bir gecəni, 23-cü gecəni tapşırıbmış ki, o kişi həmin gecə yayır. Və yaxud da ki, həmin gecənin üstünlüyü, fəziləti barəsində vardır ki, Peyğəmbər həmin gecə oyaq qalmağı tövsiyə etməklə yanaşı, öz ailəsindən yatanları, yuxuya gedənləri üzünə su vurardı belə, onlar həmin gecə oyansınlar və əhya saxlayıb oyaq qalsınlar. Aləmlərə rəhmət olan Peyğəmbər heç kəsi narahat etməz, heç kəsin zərrə qədər haqqına girməz. Amma Peyğəmbər həmin gecə su vurmaqla kimlərisə narahat edirsə, yuxudan oyadırsa, oyaq qalmağa həvəsləndirirsə, deməli Peyğəmbər o gecəni tanıyır, bilir və bizlərə də bu gecənin fürsətini əldən verməməyi, oyaq qalmağı tapşırır. Bəli, Peyğəmbərimizin özü bu əməli ilə bizə bunu göstərir. Həmin gecə müştərək əməllər ki vardır, hər gecə, 3 gecədə olunmalıdır, onlar olunsun. Qusul vermək, namaz qılmaq, ziyarətnamə oxumaq, əlavə həmin gecə bir neçə əməl vardır. Birinci, 23-cü gecə Qur'an çox oxumaq. Həmin gecə Qur'an nazil olub. Və həmin gecə bu Qur'anın nə qədər bacarırıq çox oxuyaq, xüsusilə Ənkəbut surəsi, Rum surəsi, Duxan surəsi və Qədr gecəsini 1000 dəfə. O 3 surəni bir dəfə oxumaq. Amma Qədr surəsini isə 1000 dəfə oxumaq buyurublar. Kim nə qədər bacarır, bacardığı qədər həmin gecə Qədr surəsini dilindən yerə salmasın. Oturan halda, yeriyən halda, hərəkət edən halda surəni oxusun ki, o savablara çatsın. Həmin gecə 100 rükətli namazı qılmağı əldən verməyin. Bundan öncə demişdik, həmin gecə ibadət gecəsidir. Həmin gecə olunan ibadət 1000 aydan üstündür. Ona görə 100 rükətli namazları 2-2 qılmağı əldən verməyin. O cümlədən həmin gecə dualar vardır ki, o duaların başında fərəc duası gəlir İmam Zaman əleyhissalamın haqqındadır. Əhl-i Beyt imamlarımızın barəsində buyururlar ki, onlar Qədr gecəsində, Ramazan ayı boyunca və Qədr gecəsində rukuda, ayaq üstündə, oturan halda həmişə fərəc duasını oxuyublar. Allahümmə kulli vəliyyikəl hüccət ibnil Həsən salavatükə aleyhi və alə abaih. Bundan öncə dedik, möminlərimiz əzbər bilirlər. Bu dua İmam Zamanla bağlıdır. Həmin gecədə bizim əməl dəftərimiz, bir illik taleyimiz axırıncı gecədir İmam Zaman ağanın mübarək məsum əli ilə imzalanacaqdır. Xeyri bərəkət, ruzi, övlad istəyən, hacəti, müşkili, çətinliyi olan həmin gecə İmam Zaman ağanın vasitəçiliyi ilə imzalanacaqdır. Ona görə də həmin gecə bu duanı oxumağı əldən verməyin, bu duanı oxuyun, əvvəldə bir Allaha şükür edin, əlhamdülillah, sonra Peyğəmbər Əhl-i Beytinə bir salavat göndərin və başlayın. Allahümmə kulli vəliyyikəl hüccət ibnil Həsən oxuyun axıra qədər. Axırıncısı, bir dua vardır, mən onu tövsiyə edirəm bu gecə oxuyun, hacət üçündür. Ya müdəbbirəl umur, ya ba'itə mən fil qubur, ya mucriyəl buxur, ya müləyyinəl hədidi li Davud, salli ala Muhammedin və ali Muhammed və fəal bi. Yəni, ey işləri idarə edən Allah, ey qəbirdəkiləri ayağa qaldıran Allah, ey dəryaları cəryan etdirən Allah, ey Davud üçün dəmiri yumuşaldan Allah. Peyğəmbər və onun Əhl-i Beytinə salavat və salam göndər, mənim üçün də belə et, yəni hacətini istə. Həmin gecə hacətini istəyirsən, hacətini dedin, axırıncı cümlə. Əl-leylə, əl-leylə, əs-sa'a, əs-sa'a. Yəni, ilah, bu istəyim ki var. Elə bu gecədə, bu saatda. Həmin gecədir ya, bunu
Bu fürsəti qaçırmayın. Həmin gecə bu duanı eləyin, Allahdan hacətlərinizi alın. Digər dualar da vardır ki, onları daha vaxtımız istəmirəm, onları sizə deyəm, vaxtın azlığından inşallah Məfatihül Cinan kitabına həmin duaları oxuya bilərsiniz, müraciət edə bilərsiniz. Allah bizi axırıncı əhli gecəsində qapısından məhrum olanlardan etməsin.